Dostlar, hər kəsə Hamburqdan salamlar. Bugün Hamburq Tibb Universitetində təhsil alan kolleqam Əli ilə görüşdüm. Əli Almaniyada tibb təhsili, Tibb Universitetinə necə qəbul olmaq olar, bu haqda ətraflı bizə məlumat verəcək. Necə oldu ki, Əli, sən Almaniyada Hamburq Tibb Universitetinə qəbul oldun? Əslində biraz uzun bir prosesdir, amma sadəcə olaraq artıq 10-cu sinifdə məktəbdə oxuduğum vaxtlar Alman dili öyrənməyə başladım. Məktəbdən sonra Almanca kurslarına getdim. Daha sonra Almaniyada HCB deyilən bir şey var. Hochschulzugangsberechtigung, yəni Alman ali təhsilə icazə və ya ali təhsilə səlahiyyət deyək. Bunun üçün ya Bakıda bir kurs, hansı bir universitetdə oxumaq lazımdır və ya da Almaniyada student kolleq oxumaq lazımdır və beləliklə tam yetərli bir məktəb diplomu qazanılır və Almaniyada ali təhsilə haqq qazanılır. Mən bunu student kolleq yolu ilə elədim. 2020-ci ildə student kolleqə başladım. Direkt elə 11-ci sinifdən sonra Halledə, Sachsen-Anhalt'da Martin Luther Universitetində M kursu üzrə student kolleq oldu. Yəni orada mənə keçilən fənlər biologiya, kimya, fizika, riyaziyyat və almanca idi. İmtahan olunur. İmtahanlar çox ciddidir və ortalama gərək çox yaxşı olsun. Yəni mənim ümumi ortalamam sözündə 1.2 idi. Bu da hər halda 90%-dən daha yuxarı bir nəticədir. Azərbaycan sisteminə çevirdiyimiz zaman biraz fərqlidir. O bitəndən sonra mən testas imtahanı var, ekstra biraz məntiq imtahanıdır. Onu da verdik. Yenidən testaf verdim. Sonra da fərqli universitetlərə müraciət elədim. Ümumi 9 dənə yerdən qəbul gəlmişdi mənə. Amma mən model Studiengang oxumaq istəyirəm. Siz bu punktda daha sonra toxunarıq. Model və regel Studiengang fərqləri. Model olan 2 dənə əsas var idi. Heidelberg Universiteti, Campus Mannheim və Hamburg Universiteti. Mən Hamburqa da gəldim, universitetdə baxdım falan, sonra qərar verdim ki, mən Hamburqda oxumalıyam. Belə oldu yəni bu yolculuğumuz.